Sankt-Peterburg'un Nevski rayonunda yeniyetmələr arasında virtual müstəvidə başlayan mübahisə ağır nəticələrə səbəb olub. Azərbaycanlı 13 yaşlı yeniyetmə və onun ailəsi Rusiyadan deportasiya edilib. Oxuaz xəbər verir ki, bu barədə Sankt-Peterburg və Leningrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə sosial şəbəkələrdə baş verən sözlü mübahisədən sonra başlayıb. Yaralanan yeniyetmə haqqında polisə 30 iyun tarixində onu xəsarətlərlə xəstəxanaya çatdıran tibb müəssisəsinin əməkdaşları məlumat veriblər. İstintaq zamanı məlum olub ki, Talman küçəsində yaşayan yeniyetmə virtual mübahisə etdiyi şəxslə real görüş təyin edib. Lakin həmin görüşə 13 yaşlı Azərbaycanlı tək yox, 2 dostu ilə birlikdə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburg sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar. Hadisə ərazisindəki müşahidə kameralarının görüntüləri və şahidlərin ifadələri sayəsində hüquq mühafizə orqanları insidentin əsas iştirakçısının şəxsiyyətini müəyyənləşdiriblər. O, atası ilə birlikdə polis bölməsinə gətirilib. Yeniyetmə miqrantın özünün, valideynlərinin, bacı və qardaşının Rusiya ərazisindən çıxarılması barədə miqrasiya tədbirləri görülüb. Onlar Azərbaycana deportasiya olunublar, deyə hüquqi mühafizə orqanlarından bildirilib. Qeyd edək ki, bir neçə gün əvvəl Yekaterinburqda OMON dəstələri Azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Hadisə nəticəsində 2 nəfər döyülərək öldürülüb, bir neçə nəfər saxlanılıb.